Ürəyin nə istəyir ton dişini alsın sənə? Zakaz elə. Ürəyim Ay qardaş, olmur belə başına dönüm, oturursan, yeyirsən, içirsən, hamısında dərsən gözün basıb yeyirsən. Mənim 2 manatımı ver lan, olar ki. Ayrası, sən başdan da. Mən bir geyinmə çeşmə baxıyorum. Mən burada yeyibçən adamı oxşuram. Bir işim var. 5 dəqiqə qalxsan çıx çölə qardaşım. Qadınım, sən yola sal. Mən 5 dəqiqə işimi əllərib gəlirəm. Yaxşımı qadınım? ay ürəyim bayaqkını başa düşdüm borc yəsiydi. Bu kimdir gətirib qoymusan bura? İşığın da qabağını kəsir. Hə, düz deyir dana, çəkil oynadana qadışıq gəlsin hə. Havam da keçib yaxdan daşqım. Ürəyim, Gəncə mətbəx istəyirdin, deyirdin gedək Gəncəyə yemək al ye. Səni gətirdim Ağ şəhərin mərkəzində söhbət restoranına. Gəncə yeməkləri burada olur da, başa düşdüm. Ay qardaş, ay başına dön. Ay belə bensafçılıq olmaz. Gəlib oturmusan Ağ şəhərin göbəyində, yanında kukla kimi qız yeyirsən, içirsən, məni görən ki, bu da könül vurursan dilənçi birində. Ay Rəsul. Ay bir dəqiqə sonra, ay buna bax. Ay bu laydı var deyə qardaş. Mən gecə durub ajanda 3-4 xaladində bir dənə saçka götürüb yerə. Ay bu diri qoyun yer, inək yer. Ay belə söhbətlər var qardaş. Mənim kimatım ver, mən də gedim bir Ay Rəsul, deyirsən ya Ağ şəhərdə söhbət restoranı zadı. Qardaş sən bilmirsən, buranın yeməkləri ən münasib qiymətdədir. Ağ şəhərin mərkəzindədir qardaş. Yeməkləri həm dadlı, həm çeşidi bol, həm də qiyməti ucuz. Qardaş yeyib çıx qutarsın, bir də baxsan ki, qiyməti heç nədir. Menüdə heç nə elə bilsən ki, heç nə yoxdur qardaş. Qardaş, Çox ucuzdur. bildim. O sən nə işlə? Mənim kimatım ver, mən də gedim özümə bir gün ağlayım da qardaş. Rəsul özün 4 motor Prado sürürsən qardaş. Sən elə Prado'dan 5000 yanacaq işlədir ay. O da düzdür. Mən sənin dalınca düşünəcəm, xeyli pulum çıxır. Yaxşı ki bu buradan sağ bir ayrı söz deyərdim sən.